إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Deməli qardaşlar, biz Uca Allahın müvəffəqiyyəti ilə Umdatul Əhkam kitabının şərhini oxumağa davam edirik. Təyəmmüm bölümündəyik. Əl-Hadisus Səlis, 3-cü hədis. Cabir ibn Abdullah radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi: "U'titu xamsan lam yu'tahunna ahadun minəl anbiya'i qabli." Mənə deyir 5 şey verildi, hansı ki məndən öncəki peyğəmbərlərə bu verilməyib. Yəni məndən öncəki peyğəmbərlərə verilməyən 5 şey mənə verildi. Nusirtu bir-ru'bi masirata şahrin. Onlardan birincisi, bir ay məsafədən düşmənin qəlbinə qorxu salınmaqla yardım olundu mənə. Və cu'ilat liyal ardu məscidən və tahura. Mənim üçün yer üzü hamısı məscid və pak edildi, təmiz edildi, tahur edildi. Fə eyyümə raculin min ümməti ədrakəthus salatu fəlyusalli. Mənim ümmətimdən kimə namaz vaxtı çatarsa, o namazını qılsın. Mənim ümmətimdən kimə namaz vaxtı çatırsa, namazın vaxtı girən kimi o namazı eləyir? Qılır, namazını qılsın. Harda olur olsun, orada qılır. Vaxt girdi. Və uhillət liyəl məğanim. Həmçinin mənə qənimətlər halal edildi. Və ləm tuhillə li əhədin qabli. Məndən öncə heç kimə bu halal edilməmişdi. Və utitu şəfa'a. Həmçinin mənə şəfayət etmək verildi, şəfayət verildi. Və kənən nəbi yub'asu ilə qavmihi xassa. Və daha öncəki peyğəmbərlər xüsusilə öz qövmlərinə göndərilirdi. Və bu'ithu ilən nəsi ammə. Mən isə bütün insanlara göndərilmişəm. Yəni burada bu 5 şeyi sadalayır Peyğəmbər sallallahu aleyhi və səlləm. Bu hədisi İmam Buxari rahimehullah rivayət edib 335-ci hədisdir və Müslim rivayət edib 521-ci hədisdir. Deməli deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm burada məndən öncəki peyğəmbərlərə verilməyən 5 şey mənə verildi. Onlardan biri nədir? Bir ay məsafədən düşmənin qəlbinə qorxunun salınması ilə Peyğəmbər sallallahu aleyhi və səlləmə yardımın edilməsi. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmdən öncə heç bir peyğəmbərə verilməyib bu. Və bu da Allahın yardım etdiyi ordularından bir ordudur. Əzəmətli bir ordulardan bir ordudur. Və bu da necədir? Əgər Peyğəmbər sallallahu aleyhi və səlləmlə düşmənin arasında bir aylıq məsafə var idisə və ya az, artıq onların qəlbinə Allah azza və cəllə o qorxunu salırdı. Onları düşmənin qəlbinə qorxu düşürdü. Bir ay məsafədən, bir aylıq məsafədən düşmənin qəlbinə Allah azza və cəllə qorxu salırdı. Və eyni zamanda onu da başa düşmək lazımdır ki, bəzi zamanlarda müşriklərin müsəlmanlara üstün gəlməsi, burada buna heç bir ziddiyyət təşkil eləmir. Bəzən olub ki, müşriklər müsəlmanlara üstün gəlib, məsəl üçün Uhud savaşındakı kimi. Bu o demək deyil ki, bu məsələ ilə ziddiyyət daşıyır. Burada Allah azza və cəllənin istəyinə və hikmətinə bağlı bəzi səbəblər olub. Ona görə Allah subhanahu taala bunun bu cür olmasını istəyib. Və həmçinin burada bir məsələ var ki, həmən o yardım ki var, həmən o qorxunun düşmənin qəlbinə salınması ki var, bu Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyə uyğundur. İnsanların dinə tabiçiliyinə uyğundur. Onların nə qədər ki bu dindən uzaqlaşmaları baş verir, insanlar nə qədər ki Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyi azaldırlar, şəriətdən kənara çıxırlar, həmən o yardım da bir o qədər neyinir? Azalır. Həmən o yardım da bir o qədər azalır. Ona görə Allah azza və cəllə buyurur ki, Həsbukallahu və mən ittəbə'kə minəl mu'minin. Sənə və sənə tabi olan möminlərə Allah kifayət edər. Kimə dedi? Sənə tabi olan möminlərə. Ənfal surəsi 64-cü ayə. Ona görə də alimlər deyir ki, nə qədər tabiçilik artarsa, Allah azza və cəllənin kifayət etməsi də bir o qədər artar. Deyir, Allah kifayət edər sənə və sənə tabi olan möminlərə. Sən nə qədər tabiçiliyində gözəl bir şəkildə tabi olarsansa,
Allah Azza və Cəllənin sənə kifayət etməsi, sənə yardım etməsi bir o qədər artar. Sən nə qədər tabiçilikdən uzaqlaşarsansa, Allahın yardımı da səndən bir o qədər neynəyər? Uzaqlaşar. Yəni bu bağlıdır insanın Allahın dininə riayət etməsinə və Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyinə. Və məsələn, burada biz dedik, Uhud savaşında müşriklər müsəlmanlara üstün gəldilər. Düzdür, nə qədər müsahabə öldü. Niyə baş verdi bu? Müsəlmanlar birinci üstün gəlmişdi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm orada Oxçular təpəsi deyən bir təpə var. Ora bir neçə sahabəni yerləşdirmişdi, əllərində də ox. Hətta demişdi ki, əgər görsəniz ki, bizi, cəsədlərimizi quzğunlar yeyir, yenə də oradan düşməyin. Orada durun, oradan düşməyin. Amma onlar o vaxt gördülər, müsəlmanlar müşriklərə qalib gəldi, müşrikləri qovdular və onlar Peyğəmbər sallallahu əleyhi və səlləm bu əmrinə müxalif olaraq artıq qənimət deyərək qaçdılar, düşdülər aşağı. Yəni qalib gəldik, qənimətləri gəlib biz də götürək qənimətlərdən və düşdülər. Və bunu görən Xalid bin Valid hələ onda İslamı qəbul eləməmişdi. O da güclü ordu komandirlərindən biri idi. Bu məsələni gördü ki, oxçular artıq oradan düşüb tez oradan bir dəstə atını götürüb həmən oxçuların mühafizə etdiyi və düşdüklərinə görə mühafizəsiz qalan bölgədən müsəlmanların arxasına keçdilər və müsəlmanları mühasirəyə saldılar və onlardan 70 dənəsini nənədilər? Allahın əzə şəhid etdilər. Onlardan 70 dənəsini öldürdülər, düzdür? Niyə görə baş verdi bu? Allahın yardımı var idi. Fakt möminlər qalib gəlmişdilər. Kafirlər də, müşriklər də qaçırdılar. İttiba, bax həmən o tabiçilik olmadı. Peyğəmbər sallallahu əleyhi və səlləm əmrində tabiçilik olmadı və Allah öz yardımını qaldırdı və müşriklər müsəlmanlara zərbə vurdular. Bax belə. Yəni nə qədər ki sən bu çox ibrətli bir hadisədir. Nə qədər ki sən Peyğəmbər sallallahu əleyhi və səlləm tabe olacaqsan, nə qədər ki sən Allahın dininə tabe olacaqsan, Allah Subhanahu öz yardımını sənə göndərəcək. Nə qədər ki sən uzaqlaşacaqsan, adi bir qarışqa belə səni zərər verəcək. Adi bir ağcaqanad belə sənə zərər verəcək. Niyə? Ağcaqanad güclüdür ona görə. Xeyr, sən Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə uzaq düşmüsən. Sən Allahın dininə uzaq düşərək sən özünü acizləşdirmisən və Allahın yardımı səndən qalxıb. Əgər Allahın yardımı səndən qalxarsa, artıq o ən zərrə qədər olan o həşəratlar belə sənə böyük zərbələr vurar, hətta səni öldürə də bilər. Hətta səni öldürə bilər. Nəinki əli silahlı, tanklı, təyyarəli düşmənlər. Nəinki onlar. Ən aciz, ən cılız həşəratlar belə sənə neyniyər? Zərər verər. Ona görə sən bunu dərk eləməlisən ki, sənin qorunmağın, sənin müdafiə olunmağın, sənin müvəffəq olmağın, sənə yardımın olması sənin Allahın dininə tabiçiliyinə bağlıdır. Allahın şəriətinə tabiçiliyinə bağlıdır. Əgər sən riayət eləyərsənsə, Allah Subhanahu taala sənə yardım edər. Yox, nə qədər uzaqlaşarsan, bir o qədər yardım da səndən uzaqlaşar. Yəni bu buna bağlıdır. Ona görə bax Peyğəmbər sallallahu əleyhi və səlləmə bir ay məsafədən yardım olunurdu. Bir ay məsafəyə yaxınlaşanda bir aylıq bir məsafəyə düşmənlərin qəlbinə qorxu düşürdü. Bir ay məsafədə beləsə, bir həftəlik məsafədə 100 metr, 1000 metr, 2000 metr məsafədə necə olar? Yəni o artıq o yaxın ətrafda olanların hamısının qəlbi qorxu ilə dolu olurdu, tir-tir əsirdi qorxudan. Bu da Allah Subhanahu taalanın ona verdiyi digər peyğəmbərlərə verilməmiş üstünlüklərdən biri idi.